Bu bir tanışlıq videosudur və sizləri maraqlandıran suallara cavablayacağım. Mən Badam Rəhimova, 34 yaşım var, 2 övlad anasıyam. Bir oğlum, bir qızım var. İxtisasca aqrokimyaçı, torpaqşünası olsam da bu sahə üzrə heç işləməmişəm. Bir müddət isə əl işi aksesuarlar hazırlayıb onların onlayn dərslərini keçirdim. Mənə gələn ən çox suallardan biri odur ki, bu işə necə və nə qədər məbləğlə başladınız? Dərzi olmaq uşaqlıq arzum olubdu, amma arzumu unutmuş, üstündən illər keçmişdi və ani bir qərarla bu işə başladım. Başladığım vaxtsa alınmayacaq deyə bir tərəddütüm yox idi. Çünki ən yaxşı bacardığım şey özümə güvənmək və risk almaq idi. Hətta tikiş haqqında heç bir anlayışım yox idi. Nə kurs, nə təlim keçmədən əl qabiliyyətimə güvənərək yalnız sosial şəbəkənin idarə olunması üzrə təlimlər alıb tək başıma bugün bu yerlərə gəlib 14 ayda 10.000 izləyiciyə çatdıq. Bu arada hər birinizə təşəkkür etmək istəyirəm. Tək mənəvi dəstəkçim isə yoldaşımdır. Bu işə başlamaq istəyəndə ilk sözü o oldu ki, Badam, başla, axıra kimi də arxandayım. Məbləğ olaraqsa yeni başlayanda 3000-ə yaxın məbləğlə başladım. Bura iynə sapından tutmuş, təlim ödənişləri daxil idi. Əsas öncəliyim isə tək keyfiyyətli olan türkün parçalarla başlamaq idi. Ona görə də məbləğin artıq olması mənə görə vacib idi. Bura kimsə səbirlə məni dinləyən hər kəsə təşəkkür edirəm. Səhifəni izləməyə alıb evinizə və özünüzə keyfiyyəti bəxş edin.